Deməli, hörmətli izləyicilər, hamınıza salam olsun bu səhər-səhər. Bu gözəl may ayında biz Xırdalandayıq. Xırdalanda Namastroykada, deməli 4 bloklu, qazlı, lifti, qufcalı binada sizə ev çəkib təqdim edirəm. Bax, gördüyünüz kimi bunun giriş hissəsidir. Bax, belə klassik üslubda təmir olunub, super təmir olunub da. Yəni, sizi göz yanan işini yoxdur. Bax, gördüyünüz kimi belə gəlirsiniz. Bax, belə gözəl bunun o patolog hissəsi var. Belə. Deməli, bu qol hissəsində mətbəx yığılıb. Bu gördüyünüz kimi. Sağ tərəfdə bunun 10 kvadrat yataq otağıdır, işıqlı. Bax, gördüyünüz kimi. Bax, bu da bunun pəncərəsidir. Çəkirəm sizə. Bax, yataq olan pəncərəsindən də bax, o ceyran batan su anbarı görsənir. Bu video necə çəkirəm, necə danışıram, siz eşidirsiniz, mən yəni bunları deyə bilirəm. Hər halda nə qədər səliqə ilə, nə qədər gözəl iş görülüb, siz özünüz gəlib baxanda qiymətləndirərsiniz. Çox böyük də, belə 3 metr uzunluğunda da belə bunun belə sanitar qovşağı var. Bax, bu da bunun o qonaq otağı dediyimizdir. Bax, hörmətli izləyicilər, bax. Çox işıqlıdır. Çox səliqəlidir, bax, belə işıqlı. Bax, gördüyünüz kimi, üstürmə kimi asılıb, silçırağa kimi asılıb. Bax, 2 dənə pəncərəsi. Bax, belə. Çox gözəl. Çox gözəl təmin olub. Əgər kimə belə ev maraqlıdırsa, mənzil Xırdalanda. Yəni, eyvana çıxaq, eyvanla görsədirəm. Ha, bax, belə, bu da bunun gördüyünüz kimi, bax, belə. Eyvan da işlənməyib, o metlağı vurulub, bax, kombi yeri qoyulub, bu qaz şoçku qoyulub, bulama vurulub. Bax, burada işıqlanma sistemi var. Yəni, bu ikisi birindədir də, hörmətli izləyicilər. Mən burada artıq o şirin sözdən istifadə eləmək istəyirəm. Ev özü danışır, bina özü danışır. Bax, gördüyünüz kimi, bunun həyətində çəkirəm. Bax, görürsünüz, çox gözəl, səliqəli. Bax, belə insanları istirahət eləmək üçün, maşın saxlamaq üçün də gözəl burada şərait yaradılıb. Bax, binamız bundan ibarətdir. Yerin görsədirəm, mənzili görsədirəm. Çox aşkar şəkildə, çox ünvanlı şəkildə mən sizə bütün evi təqdim elədim. İndi qaldı sizin o insafınıza. Bəyənərsiniz, paylaşarsınız, hansısa dostunuza göndərərsiniz, sizin öz işinizdir. Sağ olun ki, bizim video axıra qədər baxdınız.